Hamıya salam, necəsiz qızlar? Yeni bir vlog başladıram və vloguma ilk alış-veriş videosunu salacağım. Oxodan çox gözəl bir şeylər almışam. Ümumiyyətlə o mağazanı çox bəyənirəm. Bir pəncək aldım. Qısa modeldə olan. Birazdan giyinib göstərə də bilərəm sizə. Çox gözəl keyfiyyəti var bu arada. Ümumiyyətlə Oxonun materialını, keyfiyyətini çox bəyənirəm. Heç də digər brendlərdən geri qalmır. Baxmayaraq ki, o qədər də tanınmır o marka. Son vaxtlar düzdür orada da qiymətlər qalxıb, amma dəyər. Çünki bir dənə keyfiyyətə baxın. Arxa kamerasına çəkən daha rahat göstərəcəm. Bir şalvar aldım və bu şalvarı necə aldığımı sizlərə deyəcəm. Çox gözəl şalvardır. Və trapezdir. Ətək hissəsi də belədir. Deməli, Port Bakuya gedirdim və qabağımda bir qız gedirdi belə. Gördüm, onda qara trapez şalvar var idi və qısa pəncə ilə geymişdi. O ağ pəncəkdə idi. Elə qıza baxdım, onun tərzini o qədər bəyəndim ki, o qədər gözəl daşıyırdı. Elə qızı belə ötdüm, geçdim, Pramoy Kresetmola girdim. Dedim, gedib belə bir şalvar tapacam da. Və elə orada Oxo var idi, Oxodan tam da istədiyim kimi bir şalvar tapdım. Sonra bu vapşa dəhşət bir şeydi də. Yiyeceğim buraya görürüm. Burada açılan bu görürsünüz, burada açılan bu. Yine bakın burada açılan bu bunu çarpacak. Mən bunu düzdür, bağlı geyinməyəcəm. Mən bunu bir cropla geyinəcəm belə. Amma kimsə istəsə tam bütöv maykanla da geyinə bilər. Sadəcə olaraq məncə bunun modelini itirə bilər. Açıq bədəndə görsənməlidir. Belə. Belə bir kofta. Qiymətlərini də birazdan göstərəcəm sizlərə. Və bir də belə bir kofta almışam. Daha sonra çevirim sizi. İstərim bu kofta biraz qırışlanıb. Çox gözəl keyfiyyəti var. Çox, yəni tikiliş falan görün necə gözəl səliqəlidir. Bu koftanı 40 manat almışam. Bunu isə 20 manata. Bu isə 65 manat. Buna tikilişlə baxın. Səliqə, keyfiyyət. Yəni, keyfiyyət elə bir şeydir ki, uzun müddət geyinmək olur. Ona görə önəm verirəm keyfiyyətə. Və bu şalvar şeydə 70 manatdır. Bu hissəsini ən çox bu hissəsinə görə aldım. Çox gözəl oturuşu var. Və bir də ayaqları da belədir. Trapez kimi. Bugün maşınka dayanmırdı. Bu da pencək 76 manat. Onda belə bunlar və burada nə var? Mən bu çantanı keçənləri ad günüm ərəfəsində almaq istəyirdim. Amma New Yorker'dan başqa bir modeldə aldım. Bu 45 manat. Ürəyimdə qalmışdı, amma bu il qismət oldu. Sonra bir kəmər aldım. Bunu da çox bəyəndim. Hissəsi belə yəni. Sonra bir açki 26 manat. Bu qara olsaydı mən boğacaq idi. Hamısı qapqara. Elə bilirəm ki, mən boğardı. Ona görə bu rəngdə götürdüm. Bel üçün və orada dedilər ki, rəngi getmir. 15 manat.
Mən bu şalvarla kəmər taxmaram. Ehtiyac yoxdur, çünki bunun elə bu hissəsi gözəlliyi qatır şalvara. Evet, tünd şabaldı rəngdədir. Mən yaraşdırdım, xoşuma gəldi. Həm də əsas nədir, qızlar? Bilirsiniz də, burnum əməliyyatdır. Biraz məndə burada, bu hissədə biraz çökəklik əmələ gəlmişdi. Hətta ona görə ağır eynək taxa bilmirəm. Bu hissəni ağrıdır. Bəyəndiniz? Azərbaycan deyil çırapım. Qoymuşam. Biraz yat. Qoymuşam. Hamıdan qabaq gəlib çatmışıq. Bəzi uşaqlar indi gəlir. Mərvanın sinifi, heç kim yoxdur orada. Allah'ım orada. Saat 8-ə işləyir. Tez çıxdıq ki, probkaya düşməyək. Amma hamıdan qabaq gəlib. Hələ yarım saat burada Mərvaya krasan almışam. Sonra işimiz var. İstidir. İsti yeyək burada. Təzə kurtkasını sizə göstərim. Eysi var ki, gedəm. Bir dənə bu hissəsində ürək var. Dayı Mərva çatana göstərir. Mehsizdir, sadə, amma qəşəng içi istidir. Son təzə ayaqqabısı. Bunun qiyməti 80 manatdır. Bu da təzə Mərvanın artıq nə bilim 3 dənə, 4 dənə məktəb çantası var. Bu da təzə su qabısı. Mən New Yorker'dən belə bir şuba almışam. Yəni şuba deyərkən natura deyil. Fikirləşirəm ki, mən bunu hara geyinə bilərəm də. Çünki mənim getdiyim yerlər mollardır. Mollar belə hələ oktyabr ayıdır, necə istidir. Yəni molun içində şubanla gəzməyə alınmayacaq. Başqa yerə də, yəni çöldə falan da gəzmirəm ki, deyim hə, götürüm. Heç bir qərar verə bilmirəm. Əslində qara natura şubam var mənim, onu satmaq istəyirəm. Sonra bir Stradivarius'dan eynən belə bir şey almışam. Kürk belə qısa, dizdən yuxarı. Onda da qərarsız qalmışam. Daha sonra bir dənə belə qara palto almışam. Və bir də bu. Bunun qiyməti 130 manatdır. تو تنها تو که میدونی به خاطر هم ای رویام نرو ای همه دنیا Gənclik moda Kalyopya mağazasındayım. Mən neçə vaxtdır özümə belə bir badavaska istəyirdim. Boz rəngdə, məhz tam da belə. Tapdım. Qiyməti də çox münasib, evdə göstərəcəm. Amma bu şalvarla nəsə pis deyil, amma belə tipdə şalvarım var. Mervan, en sevimli neydi bu? Yemeği. Yo, kaynardı. Ekmeğini ne yaptın, indirdin? Cihan? Bu balonka mənimdir və bunu Mərvaya geyindirdim. Bax fırlan tərəfə. Görün necə qəşəng qalır Mərvaya. Elə bir tam razmeridir. Evet, gerçekten. Mərvanı poliklinikaya aparıram, kimi yoxlanışım. Biz çatdıq poliklinikamıza. Mudan çox sən istəyir. Orada məndən də Kim olursa olsun.
Mənim üçün birinci sənsin. Nə balaca qızım deyə bu. Klinikadan sonra getdik evə, əynimizi dəyişdik. Gəldik Etilərə, burada qəşəng yemək yeyirik. Mənzərəsi də çox gözəldir axı. Etilərdə ən sevdiyim yer buradır. Sırf mənzərəyə görə. 30 manat. Manat. Son vaxtlar yaman dadanmışam künəfəyə. Amma Mərva bəyənmir deyəsən. Bir hamam dəsti görmüşəm. Bilmirəm bunun atdığı var yoxsa yoxdur. Bir bunu bəyənmişəm. Çox qəşəng keyfiyyətdədir. Maskara rəngli istəyirdim və bir də birəsi də var. Bu da var. Bu da qəşəngdir. Çekaliv mağazasındayıq. Bir-iki xırda şeylər aldıq. İndi gedirik Yusk mağazasına. Görək orada nə var. Bir dənə də istəyərəm bundan götürmək. Mərva xanım, salam. Necəsiz? Mərva xanım, siz hara? Bura hara? Nə almağa gəlmisiniz? Yeni ilə 3 manatından aldım. 3 manata. Hə, mənim sizə 4 manat verəcəyim var idi, borcum var idi. Hə, yaxşı, yaxşı. Mərva xanım, mən də gəlib belə baxıram tarelkalara. Nə bilim, baxıram da Mərva xanım. Sana yapacak krem var. Krem var, yaxşı. En ucuz yemek bunu. Doğrudan. Baba böyle oyun böyle şeyler de yapıyor. Aha. İçinden böyle nefes yapıyor. Görəm. Gel sat gel. Anlayı görüşeyim de. Yaxşı, arada bir görüşərik. Biz saat 11-ə işləmiş, gəlib çatdıq evə. Bugün səhər tezdən durub, çimdim, evləri təmizlədim, yeməyimizi yedik və çıxdıq evdən. Getdik poliklinikaya. Məktəbdə analiz cavabları lazım idi. Getdik, verdik və cavablar çox yaxşı çıxdı. İndi sabahlara aparıb bunu məktəbə verəcəm. Ondan sonra biz poliklinikaya getdik, gəldik evə. Təzədən mən əynimi dəyişdim. Sonra elədik Mərva? İsteyeceğiz meye. Derneğe gittik. Orada eğlendik. Hayat aldık yeniyle ait. Mən neçə ildir bu yeni ilə aid o qədər şeylər alıram ki, bezmişəm, ehtiyac görmürəm. Düzdür, qəşəngdir də adam istəyir yeni ilə aid çoxlu aksesuarlar olsun evdə. Amma yerim yoxdur. Elə aksesuarlar alaram ki, həmişə onu istifadə edim. Amma yeni ilə aid olan bir şeylər düzdür, gözəl olsa da vacib olan şeylərdən istəyirəm olsun. Çaşqadır, bir-iki dənə tarelka falan. Hə, nəysə qızlar, biz evə gəldik. Təzədən əynimi dəyişdim və çıxdıq evdən. Getdik 28-ə. Orada kitab evi var idi. Mərvaya kitab, plastilin falan belə şeylər tapşırmışdı müəllimə. Onları aldım. Ondan sonra Oxoya getdim və Oxodan çox qəşəng şalvar aldım özümə. Hə, yəni göstərim. Mərvaya bunları almışam. Metro ilə gəldik Gənclik Mola. Gənclik Molda getdik, Etilərdə oturduq, qəşəng yedik. Ondan sonra da getdim Cekaliv mağazasına. Oradan da bir-iki məhsullar almışam. Mərva da keçib, onu da gətir. O şeydən çıxdıq, Cekalivdən çıxdıq, getdik Yuska. Yuskdan da bəzi şeylər var idi, onları aldıq. Ondan sonra da gəldik evə. Belə bir hədiyyəlik qutu almışam. Çox gözəldir. Yəni, hədiyyə üçün mükəmməl. Oy da çox gözəl. Baxın qızlar. Necə gözəldir. Xörək qaşını qoymaq üçün belə bir qab lazım idi. Mərvaya bunu aldım. Ne? Ne bunu? Özü seçib Sapalaka Mərva. şey değil, sapalaka şeyler. Orada bir dənə qəşəng hamam dəsti görmüşdüm. Qaraksə göstərdim də, heyf ala bilmədim. Atdığı yox idi, amma görüm yolum keçsə oradan götürəcəm. Sigara var. Hə. Qolbaq. Gəl bura. Ay götürəm. Qorxma da, niyə qorxursan? Ay Allah, nə qəşəngdir bu. Hani- Bir anda qoy. Ay güzelliğe bakın. İstər. Çox qəşəng yaraşdı O mənə. biraz ağırdı. Elə də mən o qədər yemişəm. Yuskdan qızlar. Nedir?
Belə bir qab almışam, boş qab. Bunun çaşkası da var idi. Amma həmin mən getdiyim Yuskaya yox idi. Bunu mütləq çaşkasında alacağım. Çox gözəl idi çaşkası. Batareya. Diyeceğim. Və bir də bunlardan əlavə olaraq 3 dənə almışdım. Birini də aldım ki, 4 olsun. Sonra belə bir qutu yenə də. Bu qutular çox keyfiyyətlidir, bərkdir. Yenə də veşilka. Qızlar, o qədər veşilka var məndə artıq. Deməli, o birisi evin şeyini çıxarıram da. Heyfini çıxarıram. Şkafım yox idi. Bir gün maraqlı olsa sizə danışaram ki, niyə mən o evə dolab yığdırmırdım. Səbəbini deyərəm sizə. Maraqlı olsa bildirin. Əgər istəsəz danışaram bu barədə. Və bunu aldım 20 manata. Bugünün alış-verişi bu qədər. Yox, bir də oxudan. Deyirəm oxu. 65 manat idi. Bir qəşəng trapesli belə formadır. Şalvar almışam. Çox gözəl rəngi var. Bilməm, rəngi buradan sizə 65 manat. Bilməm, rəngi buradan sizə göstərdə biləcəm. Çünki ola bilər ışıq düşər. Yox, oradakı rəngdən də biraz tündür. Çox gözəl, belə fərqli bir cinsdir. Təyədə belə. Geyinərəm sonra. Taxsı gedəndə geyinərəm, baxarsınız. 38, bu 40 razmerdir qızlar. Mən kökəlmişəm. 40, 38-i tam dar olur dəynimə. Amma cins elə bir şeydir ki, yolanda elə material var ki, darlaşır. Məsəl üçün, bu darlaşan materialdır, düşünürəm. Səhər dərsdir, ona görə biz birazdan yatacağıq. Belə, bugünlük bu qədər. İndi də biz hazırlaşaq yatmağa. Gələn vlogda görüşərik.